Şahnazarov. Bilirsiniz, o da şahımıza deyir, ala nöyt yerli. Sən vəziyyət deyir Rusçadır. Ala bunu deməyə lazımdır, deyir, dağılırıq da biz. O da demir ha müharibəni. Fikir verin, indi görəcəksiniz. Bəlkə də deyir, bilmirəm. Gəlin qulaq asaq görək Şahnazarov nə deyir. Дело пахнет керосином. В нынешней ситуации, если они насытят Украину там 2-3 миллиона беспилотников, да больше будет. 5 миллионов. И что? И что будет с нами? Ну, давайте прямо скажем. Ну, это вообще грозит нам серьезнейшими, так сказать, серьезнейшей ситуации. Удары. Сейчас они идут. Посмотрите, каждый день идут удары. Каждый день кто-то гибнет. Там гибнет, тут взрывается. Это все начинает разрушать вот эту картину некой вот это. Вот все будет хорошо. Нет, это уже не вполне. Мы должны к этому относиться, мне кажется, серьезно. И мне кажется, власть наша не должна прятать от народа вот эту вот серьезность. Hakimiyyət deyir, insanlardan həqiqəti gizlətməməlidir. Amma bu müharibədən danışır. Bu erməni, Şuşalı erməni özdə şahın nəzəri olub vaxtilə orada. Qacar şahın, Qacarların o Qarabağda, yəni pul yığanı olub da, onun üçün şah nəzər veriblər bunların adı. Şuşanın ətrafında yaşayıblar, bunun babası filanı. Bunlar Qarabağlıdırlar. Çox vaxt danışır belə, bəzən həqiqətlər danışır. Amma indi tamamilə deyirək ki, hər yeri vururlar, hər gün ölür. Biri Rostovda ölür, biri Peterburgda ölür, biri bilməm Novosibirskdə ölür, biri hər yerdə deyir, hər gün vururlar. Kamran deyir. Hə? Bəlkə o taxtabaş Şahnazarov deyir, bəs nə danışırsan, oturmuşuq Moskvada kef deyir burada, nədən haran vururlar, sən nə danışırsan, kimə qulluq, sən yahudisən, yazın da Şahnazarova. Hə? Çaqqallar. Yaza biləcəksiniz. Şahnazarov deyir. Həqiqəti deməyən vaxtıdır deyir. Bizi vururlar. Bugün deyir 3 milyon deyir. Nə 3 milyon? 7 milyon. 7 milyon drone istehsal edəcək 26-cı ildə Ukrayna. Üstəlik də Almanya, İsveç, Türkiyə, Saudiya Ərəbistanı, Fransa, bütün Avropa ölkələri, Polşa hamısı orada öz müəssisələrini açacaqlar və hamısı orada öz dronlarını istehsal edəcək. Hamısının vəziyyəti bu saat müharibə dünyada qızışır. Hamıya Ukraynanın təcrübəsi lazım. Ukrayna artıq Saudiya Ərəbistanında öz hərbiçilərini orada, hərbiçiləri üçün orada hərbi hissə artıq açırlar. Birləşmiş Əmirliklərdə, Qatarda, Omanda, Suriyada, sonra Liviyada. Bəli, Ukrayna, Zelenski bunların bu ölkələrin hamısında artıq öz hərbi hissələrini bərqərar edirlər. Və Türkiyənin təbii ki, istəyi ilə və Türkiyənin də izni ilə. Çünki Zelenski Suriyaya cənab Ərdoğanın uçağı ilə və cənab Fidanın müşayiəti ilə gedir və Türkiyəyə, görürsünüz, hətta Bonya Türkiyə bayrağını geyinməkdədir. Şahnazarov deyir, həqiqəti söyləmək lazımdır. Yalan danışmaq lazım deyil deyir. Axır ki, yaxşı, bunlar hamısı indi belə özləri üçün, bunlar hamısı var adamlardır axı. Zyuganov, Rublyovkada yaşayan, Şahnazarov, Putinin yaxın, belə, o, rejissor, dədəsi də rejissor olub. Bunlar var adı. Bonya, Monakoda yaşayır, ki, deyir, mən xalqmanam. Monakoda yaşayıb xalqla bir yerdə olmağına var ki. Çox gözəl bir məqamdır. Təsəvvürünüzü gətirirsiniz. Gedib Miami'də yaşayasan və haradasa belə Rusiyanın ya da Monakoda elə özündə, Monakondan da irəlidədir. Monakoda yaşayasan və haradasa Yakutiyada çirkabın içində, kanalizasiyasız, soyuqda, xəstəlikdə, içkili, iymiş, belə üfunətli yerdə yaşayan adama deyirsən ki, mən xalqlanam, Monakodayam mən, amma mən sizlə birlikdəyəm. Amma hər halda Bonyadır, Bonya tərpədir bir gün Rusiyanı.